Salam əziz şagirdlər, abituriyentlər və biologiya sevərlər. Bugünkü mövzumuz həzm sisteminin belə deyək bir parçası olan maddələr mübadiləsidir. Hansı ki, maddələr mübadiləsi mövzusu 8-ci sinif dərsliyində bir mövzu olaraq verilib. Sonra növbəti hissədə isə 10-cu sinif dərsliyində ümumiyyətlə maddələr mübadiləsinə aid bir bölmə verilmişdir. Belə deyək. Maddələr mübadirəsini biz 9-10-cu sinif dərsliklərindən, yəni müəyyən hissəsini keçmişik ki, bilirik maddələr mübadiləsi nədir? Yəni, maddələrin xarici mühitdən orqanizmə daxil olması, onların orqanizmdə parçalanması, lazımsız məhsulların isə orqanizmdən xaric olunması, bu ardıcıl mürəkkəb proseslərə deyilir maddələr mübadiləsi. Və biz biokimiyadan keçmişdik ki, maddələr mübadiləsi özü assimilyasiya və dissimilyasiya kimi mərhələlərə bölünürdü. Assimilyasiya nə idi? Assimilyasiya başqa cür plastik mübadilə də deyildik. Yəni, sadə birləşmələrdən mürəkkəb birləşmələrin sintez olunması. Yəni, orqanizmdə sintez reaksiyalarına maddələrin mübadiləsinin assimilyasiya mərhələsi aid idi. Dissimiliyasiyada isə assimilyasiyanın tam əksi olaraq proseslər baş verirdi. Yəni, orqanizmdə mürəkkəb üzvü birləşmələrdən daha sadə birləşmələr əmələ gəlirdi. Məsələn, zülallar parçalanırdı amin turşulara. Yağlar parçalanırdı gliserin və yağ turşularına. Bu olurdu dissimiliyasiya prosesləri. Yəni, bununla bağlı biz keçən mövzularda keçmişik. Bu hissələrə sadəcə şifahi olaraq toxunuruq. İndi isə keçək, deməli, 8-ci sinif dərsliyində verilənlərə. Deməli, burada da yazıb ki, əsas burada deməli nəyin altından xətt çəkirəmsə, o hissələrə daha xüsusən nəzər yetirməyiniz məsləhətdir, amma mövzunu hər bir hissəsini təbii ki, oxumaq lazımdır. Bilirsiniz ki, orqanizm kənardan daima müxtəlif qida maddələrini neyinir, qəbul eləmiş olur və onlardan istifadə edir. Nəticədə yaranan parçalanma məhsulları isə bədəndən xaric olur. Buna deyilir maddələr mübadiləsi. Belə bir cədvəl verilir. Bu cədvəldə biz miqdarlara əzbər bilməliyik. Ümumiyyətlə, orqanizmin əsas üzvü birləşmələrə zülallar, yağlar və karbohidratlara aiddir. Biz bilirik ki, zülallar parçalanan zaman, yəni dissimiliyasiya prosesində parçalanır karbon qazına, suya və azotlu birləşmələr. Çünki biz bilirik ki, zülalın tərkibində azotlu birləşmələr olur. Karbohidratla yağ isə parçalananda nəyə parçalanmış olur? Yəni, tərkibi eyni karbon qazı və suya parçalanmış olur. Və bu maddələrin gündəlik norması var orqanizmdə. Zülal gündəlik olaraq 85 qram qəbul olunur. Zülal 85 qram qəbul olunur gündəlik olaraq. Bunun 48 qramı heyvan mənşəlidir. Burada nə nəticə çıxarmaq olar? 85-dən 48-i çıxarıq. Eləyər 37 qram. Bunu mütləq qeyd eləməliyik və buna aid məsələlər düşür. Deməli, 37 qram gündəlik bitki mənşəli zülaldır. Çünki bizə 48 qram heyvan mənşəli gündəlik norma zülal olduğunu verib. 85-dən də 48-i çıxıram, tapıram ki, 37 qram isə bitki mənşəli zülaldır. Karbohidratlar ən çox gündəlik normada ən çox olanıdır. 380-500 qramdır. Çünki bizim orqanizmimiz əsas enerji mənbəyi kimi karbohidratdan istifadə edir. Əgər karbohidrat çatışmazsa, yağdan enerji kimi istifadə edir. Yağ da çatışmazsa, ən son halda isə zülaldan enerji mənbəyi kimi istifadə etmiş olur. Karbohidrat dediyimiz kimi gündəlik norması ən yüksək olandır ki, 380-500 qramdır. Yağ isə gündəlik norması 80-100 qramdır. Bunun 30 qramı bitki yağıdır. Burada nə nəticə çıxara bilərik? 80-dən 30-u çıxaram. Deməli, 50. 100-dən bir dəfə 30-u çıxaram. Deməli, 70. Deməli, 50-70 qram isə heyvan mənşəli yağlardır gündəlik normada. Bunu yaddan çıxarmırıq. Və bilirik ki, 1 qram zolal parçalananda 17,6 kilojol, 1 qram karbohidrat parçalananda 17,6 kilojol, 1 qram yağ parçalananda isə 38,9 kilojol enerji ayrılmış olur. Bu hissələrə, bu cədvələ ehtiyac yoxdur. Amma baxırıq ki, bax, bu cədvəl əsasdır. 100 kilojol enerji sərf olunur. Nə zaman? 2 dəqiqə insan normal qaçan zaman, 5 dəqiqə sürətlə yeridiyi zaman, 3 dəqiqə velosiped sürdüyü zaman. Bir də burada qeyd edeyim ki, buna aid də məsələlər düşür.
Yarım saat yatan zamanda insan 100 kilojul enerji sərf etmiş olur. Deməli, 2 dəqiqə normal qaçış, 5 dəqiqə sürətlə yerimək, 3 dəqiqə velosiped sürmək və yarım saat yatmaqla 100 kilojul enerji sərf olunur. Bunu mütləq əzbər bilməliyik. Çünki buna aid məsələ düşür. Tutalım deyir ki, insan tutalım da deyək, 2 saat sürətlə yeriməklə sərf elədiyi enerjini neçə dəqiqə qaçmaqla sərf edir? Biz bilməliyik ki, 5 dəqiqəyə 100 kilojul enerji sərf edir. Tənasübü qururuq. Buradan tapırıq enerjini. Sonra isə ikinci tənasübü isə qaçmaq üçün qururuq ki, 2 dəqiqəyə 100 kilojul enerji sərf edirsə, tutalım aldığımız enerjini neçə dəqiqəyə sərf eləmiş olar. Yəni bu tip məsələlər də buradan düşmüş olur. Bunu yadımızdan çıxarmırıq. Buradan da başqa bir şey 8-ci sinif dərsliyindən ehtiyac yoxdur. Gəlirik sonra əsas 10-cu sinif dərsliyinə. 10-cu sinif dərsliyində maddələrin mübadiləsi bir bölmə kimi verilmişdir və burada maddələrin xarici mühitdən dediyimiz kimi orqanizmə daxil olması, orqanizmdə parçalanması və lazımsız məhsulların isə orqanizmdən xaric olunması adlanır maddələrin mübadiləsi. Burada əsas altından xətt çəkdiyim hissələrə daha çox diqqət yetirməyimiz vacibdir. Ümumiyyətlə, yadımızda çıxarmırıq ki, maddələr mübadiləsinin gedişi müxtəlif canlılarda müxtəlif cür olur. Və maddələr mübadiləsi bütün canlı hüceyrələrə xasdır. Amma onlarda nələr baş verir? Fərqliliklər yaranır. Yəni, müxtəlif canlılarda maddələr mübadiləsinin intensivliyi, getmək prosesi müxtəlif ola bilər. Bunu yaddan çıxarmırıq. Məsələn, isti qanlı heyvanlarda maddələr mübadiləsi intensiv gedir. Amma soyuqqanlı heyvanlarda isə əksinə maddələrin mübadiləsi daha az getmiş olur. Məsələn, burada verir, paxlalı bitkilərin köklərində yaşayan bakteriyalar havanın azotunu mənimsəyir, nitrat turşusu ifraz edirlər. Bəzi bakteriyalar hidrogen sulfid mənimsəyir, kükürt xaric edilir. Bunlar hamısı nəyə aiddir? Maddələrin mübadiləsinə aiddir və ümumi bir qanuna uyğunluğa tabedir, yəni maddələrin mübadiləsinə tabedir. Deməli, ümumiyyətlə hüceyrə əgər yaşayırsa, mütləq fasiləsiz olaraq həmin hüceyrəyə maddələr daxil olur və xaric olur. Bunu da nə adlandırırıq? Maddələrin mübadiləsi adlandırılır. Həmçinin burada belə bir fikir var. Maddələrin mübadiləsində fermentlərin rolu əvəzsizdir. Yəni fermentativ reaksiyalar burada baş verir də. Nəyə görə? Çünki qida maddələri parçalanır. Parçalanandan sonra hüceyrənin mənimsəyə biləcəyi formaya salınır. Bunlar hamısı fermentlərin sayəsində mümkün olan prosesdir. Sonra yaddan çıxarmırıq ki, temperaturun dəyişməsi də maddələrin mübadiləsinin sürətinə təsir göstərən amillərdən biridir. Daha sonra burada verib ki, maddələr mübadiləsi müəyyən mərhələlərlə həyata keçirilir. Birinci nə olur? Xarici mühitdən hər hansı bir orqanizmə maddə qəbul edilir və yaxud da daxil edilir. Yəni, xaricdən orqanizmə maddə daxil olmalıdır. Daha sonra orqanizmdə həmin maddə istifadə olunur və digər maddələrə çevrilir. Üçüncü və ən sonuncu mərhələdə isə parçalanan məhsulların bir qismi isə orqanizmdən xaricə çıxarılır. Hansı ki, özü üçün nə lazımdırsa onu götürür, lazımsız məhsulları isə xaricə çıxarmış olur. Bunu da yaddan çıxarmır. Maddələrin mübadiləsi orqanizmdə əsas formada və yaxud da istiqamətdə həyata keçirilir. Bax, bu hissə əsasdır. Buraya xüsusilə diqqət yetirin. Birinci gəlir ümumi maddələr mübadiləsi. Nədir ümumi maddələr mübadiləsi? Orqanizmdə müşahidə olunan oksidləşmə reaksiyaları toxumanın tənəffüsü adlanır. Bu oksidləşmə reduksiya prosesləri maddələrin mübadiləsinin əsasını təşkil edir. Yəni, ümumi maddələr mübadiləsidir. Baxın, burada nə demək istəyir? Toxumanın tənəffüsü hansı orqanoiddə baş verir? Biz bunu sitologiya bölməsində keçmişik ki, mitoxondri hüceyrənin əsas enerji mənbəyi olan ATF-i sintez edir və burada hüceyrə daxili tənəffüs gedir. Düzdür, daxili tənəffüs gedir. Məhz ümumi maddələr mübadiləsini həyata keçirən orqanoid mitoxondridir. Nəyə görə? Deyir, axı, toxumanın tənəffüsüdür bu. Deməli, sizə belə sual ola bilər ki, məsələn, verə bilər ki, aşağıdakılardan hansı ümumi maddələr mübadiləsinə aiddir? Əgər mitoxondri ilə bağlı bir fikir orada görsəz, ona aid etməlisiniz ümumi maddələr mübadiləsinə. Sonra isə gəlir 2. Aralıq maddələr mübadiləsi. Aralıq maddələr mübadiləsi özü
və toxuma hüceyrələrində müəyyən üzvü birləşmələrin digərinə çevrilməsidir. Yəni, hüceyrə daxili həzm prosesidir. Biz sitologiyadan keçmişik ki, hüceyrə daxili həzm prosesini hansı orqanoid yerinə yetirir? Təbii ki, lizosom yerinə yetirir. Deməli, aralıq maddələrin mübadiləsində lizosom yerinə yetirmiş oldu. Üçüncü, əsas və yaxud da enerji mübadiləsi. Bu zaman orqanizm üçün zəruri olan enerjinin alınması və bir enerji növünün digərinə çevrilməsi prosesidir. Məsələn, xloroplastlarda, düzdür, deməli, avtotrof canlılarda xloroplastlara rast gələ bilərik. Xloroplastda nə olur? Günəş enerjisi kimyəvi rabitələr enerjisinə çevrilmiş olur. Deməli, biz əsas və ya enerji mübadiləsində xloroplasta aid edə bilərik. Bunu da yaddan çıxarmırıq. Ümumiyyətlə, orqanizmin qidalanması ilə tənəffüsü nədir? Bir-biri ilə əlaqəli proseslərdir və bu proseslərin nəticəsində maddələr mübadiləsi normal gedə bilir. Bunu da yadımızda saxlayırıq. Sonra, deməli, bayaq qeyd etdiyim kimi, maddələr mübadiləsi canlı aləmdə eyni dərəcədə getmir. Yəni, bütün canlılarda maddələr mübadiləsi eyni cür getməz. Soyuqqanlı heyvanlar olan, məsələn, balıq, suda quruda yaşayanlar, sürünənlər, maddələr mübadiləsi necə gedir? Təbii ki, zəif gedir. Çünki onların bədən temperaturu xarici mühitdən asılı olur. Yəni, əgər ətraf mühitdə temperatur aşağıdırsa, bu canlıların da bədəndə temperatur aşağı düşəcək, maddələr mübadiləsi zəifləyəcək. Yox, əgər temperatur yüksəkdirsə, bu canlıların da maddələr mübadiləsi sürətlənəcək və aktiv həyat tərzi keçirəcək. Məsələn, ilanlar. İlan nəyə aiddir? Sürünənlərə aiddir, düzdür? Nəyə görə ilanlar, yəni bizim ölkəmizdə ən çox isti fəsillərdə biz onlara rast gəlirik, üzə çıxmış olurlar. Çünki soyuqda onlar qışı anabioz vəziyyətində həyat keçirirlər. Yəni, temperatur aşağı olan zaman onların maddələr mübadiləsi kəskin aşağı düşür və normal həyat fəaliyyətini həyata keçirə bilmirlər. Buna görə də ilanlara qışda biz o qədər də rast gəlmirik. Amma yay olan kimi, istilər düşən kimi çox yüksək temperaturlarda biz ilanlara rast gələ bilərik. Amma istiqanlı heyvanlar olan, istiqanlı nə deməkdir? Yəni, bədən temperaturu sabitdir. Hava şəraitindən asılı deyil. Hansı canlılarda? Quşlar və məməlilərdə maddələr mübadiləsi intensiv gedir. Yəni, bu canlıların bədənlərinin temperaturu daim sabit olduğuna görə, havanın temperaturundan asılı olmadığına görə maddələr mübadiləsi də bunlarda dəyişmir. Hər zaman sabit olaraq qalır. Amma yadınızda saxlayın ki, bəzən onlar qrafik verir bu formada. Qrafik verir. Qrafikdə ən yuxarıda tutalım verir 1. Bax, bu da sabitdir. Burada verir ki, maddələr mübadiləsindən asılı qrafiki, temperaturun maddələr mübadiləsindən. Burada tutalım temperatur verir, dərəcə Selsi ilə. Burada da verir maddələrin mübadiləsinin gedişi. Birdə də sabitdir. Məsələn, 2 də sabitdir. Məndə biraz əyri alındı qrafik. Tutalım, 3 qrafikində də bu formada verib. Aşağı düşür. Temperatur aşağı düşdükcə maddələrin mübadiləsi tutalım zəifləmiş olur da. Burada 1 ilə 2-də adətən şagirdlər qarışdırırlar. Yadınızda saxlayın ki, bədən temperaturu yüksək olan quşlardır. Quşların bədən temperaturu 40 dərəcəyə çatır. Amma məməlilərdə necə olur? 36-37 dərəcə temperatur, yəni onların normal bədən temperaturudur. Ona görə 2 olan qrafik nə olacaq? Məməlilər olmuş olacaq. 1 olan qrafik isə quşlara aid edilmiş olacaq. Bunu da yadımızda saxlayırıq. Bu mövzuda, yəni əsas hissələr budur. Bunları oxuyursunuz. Keçirik növbəti. Maddələr mübadiləsinə təsir edən amillər. Maddələr mübadiləsinə birbaşa təsir edən amillərdən biri qidalanma prosesidir. Qidalanma necə olmalıdır? Sutkalıq qida payının verdiyi enerji kifayət qədər olmalıdır. Yəni, tutalım bir insan o qədər də gündəlik fiziki işlə məşğul olmur, həyatı belə deyək də oturaq həyat tərzi keçirir. Ona o qədər də, yəni enerji lazım deyil də, öz enerji payına gündəlik nə qədər enerji sərf edirsə, ona uyğun qidalanmalıdır. Əgər o enerjini ala biləcəyindən az qidalanarsa, yəni o enerjiyə uyğun yox, ondan az qidalanarsa, arıqlama baş verəcək. Yox, əgər bu adam gündəlik fiziki işlə o qədər də məşğul olmur, əksinə çox qidalanırsa, bu zaman nə baş verəcək?
çökəlmə baş verəcək, piylənmə baş verəcəkdir. Yəni maddələrin mübadiləsinə bu proses təsir göstərmiş olur. Sonra zülal yağ, karbohidrat normada qəbul olunmalıdır. Dərsin əvvəlində cədvəldə keçdiyi ki, zülalın, yağın, karbohidratın gündəlik sutkalıq norması var. O sutkalıq normadan kəskin dərəcədə aşağıda və yaxud da kəskin dərəcədə artıq qidalanmaq olmaz. Yəni bunun hər üçü norma daxilində gündəlik qəbul olunmalıdır. Qida keyfiyyətcə tam dəyərli olmalıdır və tərkibində bütün qida maddələrinin nisbəti normada olmalıdır. Yəni onun tərkibində yağ da olmalıdır, zülal da olmalıdır, karbohidrat da olmalıdır. Belə deyək də, tutalım, bəzən olur ki, işləyən adamlar öz yeməklərinə fikir vermirlər də, belə evdən kənarda tutan atışdırmalıq bir şeylər qidalanırlar. Sonda nəyə gətirib çıxarır? Həm immuniteti aşağı düşmüş olacaq, həm də orqanizmdə maddələrin mübadiləsi zəifləyəcək və bir çox xəstəliklərin yaranmasına səbəb olacaq. Sonra qidalanma rejimi müəyyən edilməlidir. Qida gün ərzində düzgün bölüşdürülməlidir. Əslində insanlar gündəlik tez-tez, amma az-az qidalanmalıdır. Və çalışmalıyıq ki, axşam yeməyimiz axşam saat 7-dən keçməsin. Yəni 7-dən o tərəfə ağır qidalarla qidalanmaq olmaz. Və qidalanma prosesi hər gün eyni saatda baş verməlidir. Tutalım bir gün bu saatda, digər gün o biri saatda yemək, o da maddələrin mübadiləsinə mənfi təsir göstərən amillərdən sayılmış olur. Növbəti, maddələrin mübadiləsi müxtəlif yaşlarda eyni olmur. Bu, azotun orqanizm tərəfindən mənimsənilməsi səviyyəsi orqanizmin yaşından, fəaliyyətindən və fizioloji vəziyyətindən asılıdır. Buna görə də uşaqlarda müsbət azot balansı olur. Yaşlılarda isə mənfi azot balansı müşahidə olunur. Nədir bu azot balansı? Orqanizmə daxil olan azotun miqdarı ilə xaric olan azotun miqdarına baxılır. Əgər daxil olan azotun miqdarı xaric olan azotun miqdarından böyükdürsə, bu zaman olur müsbət azot balansı. Yox, xaric olan azotun miqdarı daxil olan azotun miqdarından böyükdürsə, bu zaman olur mənfi azot balansı. Əgər mənfi azot balansıdırsa, biz bilirik ki, bu insan yaşlı adamdır. Yox, müsbət azot balansıdırsa, biz bilməliyik ki, bu uşaq yaşlarında olan adamdır. Bəzən də olur ki, orqanizmə daxil olanla xaric olan azotun miqdarı bərabər olur. Bu zaman deyilir ki, orqanizmdə azot balansı tarazlıq vəziyyətindədir. Bunu da yadımızdan çıxarmırıq. Bax, burada qeyd olunub, alınan rəqəm 1-dən aşağı olarsa, əgər 1-dən aşağı olsa, deməli mənfi rəqəmdir də. Nə deməkdir? Deməli, xaric olunan, daxil olunandan çoxdur. Olur nə? Mənfi azot balansı. 1-dən yuxarı olarsa, yəni müsbət rəqəmdir. Bu da o deməkdir ki, daxil olan xaric olandan böyükdür. Bu zaman da olur müsbət azot balansı. Bir də tarazlıq halında olmuş olur. Sonra, deməli, mərkəzi sinir sisteminin maddələrin mübadiləsinə təsiri, ümumiyyətlə, mərkəzi sinir sistemi maddələrin mübadiləsinə böyük təsir göstərir. Yəni, gündəlik, belə deyək də, əsəb keçirtməkdir, sinir sistemində hər hansı bir xəstəliyin baş verməsi də maddələrin mübadiləsinə təsir göstərmiş olur. Həmçinin daxili sekresiya vəzlərinin ifraz elədiyi hormonlar da maddələrin mübadiləsinə təsir göstərir. Sonra, vitaminlər və mikroelementlər də orqanizmdə maddələrin mübadiləsi çox xüsusi əhəmiyyətlidir. Vitamin çatışmadıqda maddələrin mübadiləsində pozulma halları baş verə bilir. Ümumiyyətlə, vitamin çatışmazlığına ya hipovitaminoz deyilir, ya da avitaminoz deyilir. Fərqi yoxdur. Bu özü maddələr mübadiləsinə mənfi təsir göstərən amillərdəndir ki, çünki hər hansı bir vitamin çatışmazlığı baş verərsə, orqanizmdə nə yaranmış olur? Xəstəlik yaranmış olur. Bu zamanda, yəni, təbiidir ki, maddələrin mübadiləsi pozulacaq. Bir də bunu yaddan saxlamalıyıq ki, orqanizmdə bir vitamin digər vitamini əvəz eləyə bilmir. Çünki hər bir vitaminin özünün öz funksiyası var. Yəni, o funksiyanı yerinə yetirmək üçün hansı vitamin lazımdırsa, o olmalıdır orqanizmdə. Biri digərinin işini görə bilməz. Hər kəs öz işini görür, belə deyək. Sonra,
Qidada vitaminlər və mikroelementlər normada olmalıdır ki, qida maddələrinin mənimsənilməsi, orqanizmin normal inkişafı təmin olunsun və müxtəlif xəstəliklərə qarşı orqanizmdə davamlılıq olsun. Bax, bu hissə çox əsasdır. Bu hissəni mütləq yadda saxlayın. Bir fikir deyəcəm, o fikri də yaxşı olar ki, dərsliyinizin üzərində qeyd eləyəsiniz. Çünki şagirdlərin qarışdırdığı bir yerdir və biraz təzadlı fikir olduğundan, yəni düşmə ehtimalı da böyükdür. Deməli, uzun sürən aclıq, susuzluqda maddələrin mübadiləsində kəskin təsir göstərir. Da sonra şəkərli diabet haqqında məlumat yazaq. Şəkərli diabet nədir? Deməli, məədaltı vəzinin daxili sekretor funksiyasının pozulması zamanı şəkərli diabet xəstəliyi yaranır. Yəni, daxili sekretor funksiyası nədir? Hormon ifrazının pozulması zamanı. Əgər qanda şəkərin miqdarı normadan artıq olarsa, bu zaman şəkərli diabet xəstəliyi yaranır. Və o deməkdir ki, insulin hormonu az ifraz olunarsa. Və yadınızda saxlayın ki, şəkərli diabet xəstəliyi zamanı qanda şəkərin miqdarı artır, suyun miqdarı azalır. Şəkər burada hər hansı bir maddədir. Su isə həll edicidir. Əgər şəkərin miqdarı artırsa, deməli osmotik təzyiq artacaq. Və yaxud da suyun miqdarı qanda azalırsa, deməli osmotik təzyiq artacaq. Bura diqqətlə qulaq asırsınız. Və bu da maddələr mübadiləsini pozur. Bir dənə də fikir verə bilər. Bax, bunu iki fikir kimi verə bilər. Əgər qanda şəkərin miqdarı artırsa, osmotik təzyiq artır. Nəyə görə? Çünki şəkərin miqdarı artır, suyun miqdarı azalır şəkərli diabet zamanı və qatılıq artır. Qatılıq artdığına görə də osmotik təzyiq artır. Amma ikinci bir fikir. Osmotik təzyiqin sonrakı artması qanda şəkərin miqdarının aşağı düşməsinə səbəb olur. Bax, bunu şagirdlər çox qarışdırırlar. Deməli, onsuz da şəkərli diabet xəstələrində osmotik təzyiq artıb da, düzdür. Sonra osmotik təzyiqin yenidən artması isə əksinə qanda şəkərin miqdarının azalmasına səbəb olacaq. Çünki ondan o tərəfə də artsa, insan ölər də. Bu zaman əks proses baş verir. Osmotik təzyiq artır, əksinə qanda şəkərin miqdarı azalmağa başlayır. Bir də görürsünüz, o şəkər xəstələri zamanı olur da belə. Bir də özlərini pis hiss eləyəndə elə bilirlər ki, şəkərləri qalxıb, amma ölçürlər, görürlər ki, yox, əksinə şəkər düşüb. Nəyə görə? Qanda şəkərin miqdarı artır, osmotik təzyiq artır. Osmotik təzyiqin sonrakı artımı əksinə qanda şəkərin miqdarının azalmasına səbəb olmuş olur. Bunu yaddan çıxarmırıq və yaxşı olardı ki, dərsliyinizin üzərində bu iki fikri qeyd eləyəsiniz ki, yaddan çıxarmasın. Daha sonra maddələrin mübadiləsinə mənfi təsir göstərən amillərdən biri, məsələn, zəhərlənmələrdir ki, yəni bu qidalarla zəhərlənmə olar, yəni göbələklə zəhərlənmə, ilanın insanı sancması, zəhərli cüclərin sancması, dərman preparatlarının düzgün istifadə olunmaması, bunlar hamısı maddələr mübadiləsinin gedişinə mənfi təsir göstərir. Sonra, xarici mühit amillərinin təsiridir ki, bədənin həddindən artıq soyuması, insanı isti vurma, gün vurma halları, güclü stres, yorğunluq, spirtli içkilər, narkotik maddə, siqaret çəkmə, bunlar da maddələrin mübadiləsinə mənfi təsir göstərir. Sonra burada verilib ki, QİÇS-dir, hepatitdir, xərçəngdir. Bu xəstəliklər orqanizmdə, bunun altından mütləq xətt çəkirsiniz, hüceyrə səviyyəsində, baxın, hüceyrə səviyyəsində gedən maddələr mübadiləsinə təsir göstərir və orqanizmin fəaliyyətini zəiflədir, hətta dayandıra bilir. Sonra, artıq nəhayət ki, burada maddələrin mübadiləsinə müsbət təsir göstərən amil verib ki, o da normal insanın istirahəti, insanlarla xoş münasibət, idman etmək, normal yuxu yatmaq, musiqi dinləmək, ümumiyyətlə, yəni xoş əhval-ruhiyyə maddələr mübadiləsinə necə təsir göstərir? Təbii ki, müsbət təsir göstərəcək. Sonra, maddələrin mübadiləsində baş verən dəyişikliklər burada çox vacib mövzulardan biridir. Bu mövzunu xüsusi diqqətlə oxumalısınız. Gəldi, deməli, karbohidrat mübadiləsinin pozulması nəticəsində maddələr mübadiləsində müəyyən dəyişikliklər baş verə bilər.
Deməli, karbohidrat, ümumiyyətlə biz bildik ki, keçəndə karbohidratlar gündəlik qida rasionunun nə qədər ən çox, yəni qəbul olmalı sutkalıq norması nə qədər idi? 380-500 qram idi. Deməli, karbohidratlar önəmli yer tutur qida rasionunda. Sonra burada nəyə baxırıq? Karbohidrat mübadiləsi hansı mərhələlərdən təşkil olunur? Burada onu verib ki, karbohidrat mübadiləsi hansı mərhələlərdən təşkil olunub? Bunu oxuyursunuz. Burada bu əsasdır. Sonra gəlirik növbəti burada. Ən əsas pankreatit xəstəliyidir. Bax, bura mütləq və mütləq yaxşıca nəzər yetirirsiniz. Pankreatit xəstəliyi nə zaman yaranır? Məədaltı vəznin, bax, şəkərli diabet xəstəliyi nə idi? Məədaltı vəznin daxili sekretor funksiyası pozulan zaman yaranırdı. Amma pankreatit xəstəliyi məədaltı vəzinin xarici sekresiya funksiyası pozulan zaman, yəni ferment təsiri pozulan zaman bu xəstəlik yaranırdı. Məədaltı vəzi biz bilirik ki, karbohidratları parçalayan amilaza sintez edir, düzdür? Bu zaman pankreatit xəstəliyi zaman məədaltı vəzi tərəfindən ifraz olunan amilazanın miqdarı azalır. Amilazanın miqdarı azalırsa nə olacaq? Yəni, karbohidratın parçalanması zəifləyəcək. Nəticədə nə baş verəcək? Nişasta ilə glikogenin həzmi pozulacaq. Və bu nişasta ilə glikogen uzun müddət bağırsaqda qalacaq. Yəni, parçalanmayacaq da, həzm getməyəcək. Bu uzun müddət bağırsaqda qalan həmin bu nişasta turşuyacaq da, yəni qıcqıracaq. Qıcqırma prosesi baş verir. Buna görə də normalda bağırsağın mühiti necə mühitdir? Qələvi mühitdir. Bu qıcqırma prosesi sayəsində bağırsağın möhtəviyyatı olur turş reaksiyalı, turş mühit. Həmin bu turş mühit bağırsağın reseptorlarını qıcıqlandırır və nəticədə ishal törənmiş olur. Bu xəstəlik zamanı, baxın yazın, məədaltı vəznin xarici sekretor funksiyası pozulur. Nəyə görə? Çünki amilazanın, deməli, sintezi, ifraz olunması dayanmış olur. Bunu yaddan çıxarmırıq. Bu baş verməsi pankreatit xəstəliyi zamanı amilazanın miqdarının azalması təkcə karbohidratın yoxa, zülaldan yağın da həzminin pozulmasına sonda gətirib çıxarmış olur. Sonra, burada verib ki, qanda şəkərin qatılığının, bunları əzbər bilməlisiniz. Altdan %66 mol bölü litrdən, yəni 120 milliqram faizdən çox olması hiperglikemiyadır. 3,59, yəni 70 milliqram faizdən az olması isə hipoglikemiya adlanır. Bu nə deməkdir? Yəni norma 6,66 ilə, yəni 120 milliqramda bu bərabərdir, eyni şeydir. 3,59 arasındadır. Bu rəqəmlər arasında olanda qanda şəkərin miqdarı normadadır. Yox, əgər 3,59-dan, yəni minimumdan aşağıdırsa, artıq bu təhlükədir. Adlanır hipoglikemiya. Yox, 6,66-dan yüksəkdirsə, bu adlanır, bu da təhlükədir. İsə adlanır hiperglikemiya. Yəni, bunu yaddan çıxarmırsınız. Hiperglikemiya nədir, hipoglikemiya nədir? Bunu şagirdlər çox zaman qarışdırırlar. Bəzən olur ki, qanda şəkərin miqdarı o qədər artır ki, hətta silikdə şəkər ifrazı olunur. Baxın, qanda qlukozanın miqdarı 9,44 ilə 9,99 arası olanda. Deməli, buna isə nə halı deyilir? Buna deyilir glukozuriya halı deyilmiş olur. Glukozuriya halı deyilmiş olur. Deməli, bu zamanda nə yaranır insanda? Əsəbilik, şiddətli psixoemosional gərginlik, deməli, gətirir fizioloji hiperglikemiyaya və glukozuriyaya gətirib çıxarmış olur. Sonra burada verilib şəkər yükü sınağı. Şəkər yükü sınağı ilə normal o şəkər üçün analiz falan verilir. O demək deyil, qarışdırmır. O ac qarnına olan bir analizdir. Amma şəkər yükü sınağı tox qarnına olur. Yəni, insan yeyir. İnsan yeyəndən sonra hər 15 dəqiqədən bir onun qanında şəkərin miqdarı yoxlanılır. Normal insanda necə olur? İnsan yedi, tox qarnına şəkərini ölçürsən, yüksək olur.
Amma növbəti 15 dəqiqələr ərzində ölçəndə nə olmalıdır? Şəkərin miqdarı getdikcə azalmalıdır, düzdür? Bu normal insanda belə baş verir. Baxın, sağlam insan 5,55-dən aşağı düşüb. Amma şəkər xəstələrində isə 15 dəqiqədən bir ölçdükdə bu şəkərin miqdarı, qanda şəkərin miqdarı azalmır. Çünki insulin normal ifraz olunmur da ona görə. Belə yüksək olaraq da qalır. Baxın, çox yüksək olanda birinci dərəcəli şəkərli diabet xəstəsidir, çox yüksəkdir. Amma ikinci gizli şəkər formasında nə olur? Bax, əvvəlcə artır, sonra azalıb, amma tam azalmayıb da, yenə də yüksəkdir. Amma sağlam insanda isə görürsünüz, baxın 5,55-dən aşağı düşüb. Bu deməkdir. Bu hissələrə mütləq yaxşı-yaxşı nəzarət yetirirsiniz. Sonra gəldik lipid mübadiləsinin pozulması. Biz bilirik ki, lipidlərin həzmi də məadaltı vəzi şirəsində olan lipazanın fəallığından asılıdır. Yəni lipidin həzmi nədən asılı olur? Bir məadaltı vəzi şirəsində ifraz olunan lipazanın fəallığından, bir də əsasən qaraciyərdə hazırlanan öddən. Ona görə əgər bu lipazanın məadaltı vəzidə hazırlanan lipazanın fəallığı azalarsa və yaxud da öd normal ifraz olunmazsa, bu zaman lipid mübadiləsinin pozulması baş verir. Bu prosesdə öd də mühüm rol oynayır. Baxın, yazıb burada. Ona görə də hər iki orqanın funksiyasında baş verən hər hansı bir dəyişiklik lipidin həzminin və sorulmasına mənfi təsir göstərmiş olur. Yəni, ya məadaltı vəzi şirəsində olan lipazanın fəallığı zəifləyərsə və yaxud da qaraciyərdə hazırlanan ödün fəallığı zəifləyərsə. Məsələn, öd axacığının tutulması zamanı, öd kisəsinin iltihamı zamanı, öd sekresiyasının pozulması zamanı, infeksiyon hepatit zamanı yağların həzmi və sorulması pozulmuş olur. Bu zamanda nəcisin tərkibində hidroliz edilməmiş yağlar qalır və üzvü turşular olub. Ona görə də nəcisin rəngi bozumtul, ağ rəngdə olmuş olur. Daha sonra bağırsaq vərəmidir, dizenteriyadır, enterokolit kimi bağırsaq xəstəlikləri zamanı da bağırsaq divarının seriklik inşasında anatomik dəyişikliklər baş verir. Bu da lipid hidrolizi məhsullarının sorulmasının pozulmasına səbəb ola bilir. Yəni, bu da lipid pozulmasına gətirib çıxarır. Hansı xəstəliklər? Bağırsaq vərəmi, dizenteriya, enterokolit. Bu xəstəliklər zamanında lipid mübadiləsi pozulmuş olur. Amma və lakin biz deməli, qida rasionumuzdan lipidləri bəzən olur, bəzi həkimlər var ki, deyirlər, yağların xeyri yoxdur da, yəni heç yağ yeməməlidir insan. Bu çox yanlışdır. Qətiyyən qida rasionunda yağın və yaxud da lipidin tamamilə çıxarılması bu insan üçün yol verilməzdir. Nəyə görə? İnsanda yağda həll olan vitaminlər var ki, A, D, E, K vitaminləri. Düzdür, bunlar görə orqanizmdə yağ ola ki, o zaman qana sorula bilir. Ona görə mütləq orqanizmdə müəyyən miqdarda normada, nə qədər idi norma? 80-100 qram normasında gündəlik yağ qəbul olunmalıdır. Və yaxud da əgər biz lipidləri və yaxud da yağları qida rasionumuzdan tamam çıxarsaq, əvəz edilməz yağ turşularından da məhrum olmuş olarıq. Bunu da yadımızdan çıxarmırıq. Sonra gəldi amin turşu mübadiləsinin pozulması zamanı yaranan xəstəliklərə. Bu xəstəliklər iki cür olur. Sonradan qazanılmış, bir də irsi. İrsi amin turşu mübadiləsinin pozulması genetikadan keçmişik ki, albinizmdir, fenilketonuriyadır, bir də tirozinomiyadır ki, bunlar da amin turşu mübadiləsinin pozulması nəticəsində yaranır, amma irsi xəstəliklərdir. Və sonradan qazanılan xəstəliklər necə olur? Deməli, amin turşu ümumiyyətlə elə bir üzvü birləşmədir ki, orqanizmdə biri digərini bəzən olur ki, əvəz edə bilmir. Biri digərini əvəz edə bilmir. Buna görə də zülalın avtomatik olaraq, zülalın biosintezində ləngimə yaranır. Yəni, həmin o zülal sintez oluna bilmir. Zülal sintezi olunmursa da bu zaman nə olur? Həmin o amin turşuların sərbəst formada amin turşuların miqdarı artmağa başlayır qanda. Və beləliklə, CD-də normal göstəricidən artıq olur amin turşusu.
Bu da gətirib nəyə çıxarır? Amin turşunun mübadiləsinin pozulmasına gətirib çıxarmış olur. Amin turşunun ümumiyyətlə pozulması nəticəsində insanda ümumi zəiflik və sinir sisteminin deməli xəstəlikləri baş vermiş olur. Sonra burada əsaslı, bax bu əsaslı, bunu öyrənməlisiniz. Triptofan amin turşunun çatışmazlığı zamanı ciddi arıqlamağa səbəb olur. Lizin baş gicəllənmə və ürəkbulanmaya səbəb olur. Histidini H ilə yadınızda saxlaya bilərsiniz ki, hemoqlobinin miqdarının azalmasına səbəb olur. Albinizmi biz bilirik genetikadan ki, bu zaman amin turşu mübadiləsinin pozulması nəticəsində yaranır. Dəridə, tüklərdə ümumiyyətlə pigment olmur. Gözün qüzehlik inşasında pigment olmur. Gözlər adətən qırmızımtıl rəngdə olur, amma bu o demək deyil ki, orada pigment var. Pigment əksinə yoxdur. Orada olan qan damarları deməli qırmızı rəngdə göründüyünə görə insanın gözü də qırmızı rəngdə görünmüş olur. Bunu da yadımızdan çıxarmaq. Sonra zülal mübadiləsinin pozulması, ümumiyyətlə biz bilirik ki, zülallar da bədəndə daima parçalanır və yeniləri ilə əvəz olunmuş olur. Zülalın mübadiləsinin pozulması necə baş verir? Biz bilirik ki, zülalın ilk həzmi harda gedir? İlk həzmi baş verir mədədə. O mədədə pepsinin deməli aktivliyinə zülal parçalanması baş verir. Pepsində mədədə birbaşa ifraz olunmur da, belə deyək. Əvvəlcə əmələ gəlir pepsinogen. Pepsinogen də passiv formadadır. O birləşir xlorid turşusu ilə. Birləşəndən sonra çevrilir aktiv pepsinə. Nəyə görə o aktiv pepsin formasında ifraz olunmur? Çünki o mədənin öz divarını deşə bilər. Əvvəlcə passiv formada sintez olunur. Xlorid turşusu ilə mədədə birləşəndən sonra çevrilir aktiv pepsinə və zülalları parçalanmış olur. Bu zaman deməli xlorid turşusu çatışmayanda maddələrin pepsinə çevrilməsi prosesi ləngiyir. Bu da nəyə gətirib çıxarır? Təbii ki, zülal mübadiləsinin pozulmasına gətirib çıxarır. Sonra bunu öyrənirsiniz, çünki testlərdə düşür. Orqanizmə daxil olan zülalların 90% mənimsənilir. 10% isə olduğu kimi də xaric, yəni həzm olunandan sonra xaric olmuş olur. Ümumiyyətlə, nəcislə xaric olan azotun miqdarı sutkada 2,5 qramdan artıq olmamalıdır. Amma əgər zülal mübadiləsi pozulubsa orqanizmdə 3 qram və ondan daha artıq olur. Bax, bu rəqəmləri mütləq yadda saxlayırsınız ki, zülalın neçə faizi mənimsənilir orqanizm tərəfindən? 90%. Deməli, normal 2,5 qramdan artıq olmur nəcislə xaric olan azotun miqdarı. Əgər 3 qram və ondan artıq ifraz olunarsa, deməli bu nədir? Artıq zülal mübadiləsinin pozulması deməkdir. Zülalların tərkibinin dəyişməsi bir çox xəstəliklərin yaranması ilə nəticələnir, xüsusən də bu uşaqlarda ağıl kəmliyinə və erkən yaşda ölümlə nəticələnmiş olur. Burada 4-cü paragraf canlılara təsir edən abiotik amillər. Bunu oxuyarsınız. Yəni buradan o qədər də önəmli bir məlumatlar yoxdur, ona görə qeyd eləmirəm, amma oxuyarsınız yenə də. Yəni burada bilmədiyimiz nəsə bir şey yoxdur. Sonra gəlir ayrı sinir fəaliyyətinin pozulması və onun qarşısının alınması. Bu mövzuda yəni oxunası mövzudur. Burada əsas bir dənə olmalıdır. Alkoqol qəbul olunduqdan 2 dəqiqə sonra qana keçir. Mütləq bunu altından xətt çəkin, öyrənin. Sonra burada əsas bunu öyrənməliyik. Qanda alkoqolun miqdarının faizinin miqdarı və ona uyğun belə deyək də xüsusiyyətlər verilir. Deməli, 0,4, 0,5% olanda insanın özünə nəzarəti itir, ağılla düşünə bilmir. Bax, bunu yadınızda saxlaya bilərsiniz. Tam toyda içən adamlarla. Hələ toy təzə başlayıb, fərz eləyək ki, toy təzə başlayıb, hələ indi başlayıblar içməyə. Artıq başlayırlar neynəməyə? Biraz belə də ağılla düşünə bilmirlər, yersiz şiş zarafatlar eləməyə başlayırlar. Bu nədir? Çünki ağlı ilə düşünmürdü, özünə nəzarətini itirir. 0,1% olanda hərəkətlər nizamsız olur, səbəbsiz yerə sevinir, həyəcanlanır. Məsələn, bir də görürsən ki, toyda içən adam tutan musiqi verir, musiqi ritmli bir musiqidir, amma içkili olan, alkoqol qəbul edilmiş adamın oynamağına baxırsan, yəni heç bir ritmə uyğun hərəkət eləməz, yavaş-yavaş oynayar. Nəyə görə? Hərəkətləri nizamsızdır da, düşünə bilmir. Alkoqol çünki qəbulu var burada.
Səbəbsiz yerə bir də görsən öz-özünə güləcək, öz-özünə həyəcanlanacaq. 0,2% vəhşi instinktlər baş verir. Baxın, musiqi üstündə toyda dava salır. Deyir ki, nəyə görə mənim nə bilim zakasımı vermədilər, onun bunun zakasını verirlər. Bir də görürsən toyda dava düşür. Ən çox da bunun üstünə düşür də. Normal insan da o olmur da. Alkoqolun təsirindən olmuş olur. 0,3% artıq alkoqol kütləyi baş verir. İnsan nə eşitdiyini, nə gördüyünü ayırd edə bilmir. Bir də görsən heykəl kimi donub qalır. Nə o tərəfə gedər, nə bu tərəfə gedər. Nə də ki, ona nəsə deyərsən, sənin sözünə bir reaksiya verməz. Nəyə görə? Alkoqol kütlüydür. Nə eşitdiyini o özü də ayırd eləyə bilmir. Sən bir sözünə də sən onu çağırsan, ona reaksiya vermir hələ mənə. 0,4%. Huşunu itirir, yuxuya gedir. Sidik ifrazı qeyri-iradə olur. Yəni özündən asılı olmur. Başını qoydu stola, yatdı. Stol elə toyda da. Yəni bunu bundan yadda saxlaya bilərsiniz. 0,6, 0,7%-də artıq insan ölmüş olur. Deməli, bunu yaddan çıxarmırıq. Bu şəxslərdə beyin damarları, sonra bu nikotin mərkəzi sisteminə güclü təsir göstərir, siqaret çəkən adamlar əsəbi olur, yaddaşları zəifləyir, əlləri əsir. Beyin damarları daralır, bu səbəbdən orqanizmdə ciddi dəyişikliklər baş verir. Ömürlərdə xeyli azalmış olur. Bax, bu mövzudan da bu. Sonra gəldik. Hərəkət sağlamlıqdır. Burada da əsas hissələri deyəcəm. 70 gün tərpənmədən uzanan insanın ürəyinin ölçüsü 13-18% kiçilmiş olur. Sonra fiziki işin yoxluğu insan ömrünü 4 il azaldır. Fiziki işlə məşğul olmamaq ürək xəstəlikləri və insult riskini artırır. Sonra burada nə verir? Bəzən qan damarlarının divarında yağa bənzər maddə xolesterin yığılır. Damarın divarında yığılan bu maddə onların mənfəzini daraldır və ateroskleroz xəstəliyin inkişafına səbəb olur. Bu xəstəlik çox vaxt ürəyin taz damarlarını zədələyir. Taz damarları da ürəyin özünü qidalandıran damarlardır. Yəni bu zaman baş vermiş olur. Sonra insanlarda rast gələn stenokardiya, miokard infarktı, insult, yəni beyinə qan sızması xəstəlikləri yalnız hərəkət fəallığının azalması ilə əlaqələndirmək olmaz. Sinir gərginliyi, yəni gündəlik elə stres, sinir sisteminin gərginliyi, stres altında olmaqdır. Bədən çəkisinin həddindən artıq artmasıdır. Bədənin nikotin və alkoqolla tədricən zəhərlənməsi bu kimi xəstəliklərin baş verməsinə səbəb olur. Bu hissələri də baxırıq. Sonra baxın, burada əsas budur, bunu öyrənirsiniz. Alimlər belə nəticəyə gəlib ki, insanın sağlamlığı 10% irsiyyətindən, yəni genlərindən də tutalım, əslində, nəslində hər hansı bir xəstəlik varsa, 10% asılıdır. 5% həkimin yardımından, amma 85% isə özündən asılıdır. Həmişə deyirlər, ən yaxşı həkim insan, yəni insanın özünün ən yaxşı həkimi elə onun özüdür. Çünki o özü bilir, ona nə müsbət təsir göstərir, nə mənfi təsir göstərir. Necə hallarda, tutalım, necə qidalananda ona necə təsir göstərmiş olur. Ona görə həmişə deyirik ki, insanın elə özü özünün ən yaxşı həkimidir. Bax, fikir verirsən, 85% insanın özündən asılıdır. 5% cəmi həkimdən asılıdır, 10% isə onun irsiyyətində olan xəstəliklərdən asılı olmuş olur. Sonra istirahət mövzusuna burada baxacağıq. Deməli, istirahətin özünün iki növü var. Fəal, yəni hərəkət istirahət, bir də qeyri-fəal, passiv istirahət. Bunu da ilk dəfə Setinov təcrübə aparıb. Yəni, nədir fəal istirahət, nədir passiv istirahət? Tutalım, deyir ki, Setinov deyib ki, sənin əgər sağ əlin yorulubsa, bir var tamamilə gedəsən ki, mən istirahət edeyim, heç iş görməyim, sağ əlimin yorğunluğunu aradan qaldırmaq üçün yaxşı olar ki, gedib sol əlindən işləyəsən. Bu zaman sənin, belə deyək də, artıq iş aktivliyin daha tez bərpa olunmuş olacaq və sağ əlinin yorğunluğu daha tez çıxmış olacaq. Nəinki gedəsən, passiv formada uzanasan, dincələsən ki, mənim tutalım əlim yorulub. Setinov bunu qeyd eləmişdi. Sonra burada passiv istirahət və aktiv istirahətin növləri verilib. Buna mütləq diqqət etmək lazımdır. Yəni, burada çox da bir mənim izahıma ehtiyac duyacaq bir şeylər yoxdur. Yəni, sadə mövzulardır. Ona görə bu hissələri keçirəm. Bir də 11-ci sinifdən maddələrin mübadiləsinə aid nə mövzu var? Həzm prosesinin gedişində müxtəliflik.
Burada da əsas nəyə diqqət yetirməlisiniz? Deməli, qaraciyərdə pi infiltrasiyası, ateroskleroz xəstəliyi burada geniş məlumat verilib. Mütləq bu xəstəliyin simptomlarına diqqət yetirirsiniz. Onun müalicəsi zamanı nə olmalıdır? Diqqət yetirirsiniz. Çünki testlərdə düşür və bu qəbula da düşmə ehtimalı böyükdür. İmенно bu ateroskleroz xəstəliyidir, sonra podaqa xəstəliyidir ki, xroniki xəstəliyidir. Deməli, ilk dəfə hansı alim Sidenham özü bu xəstəlikdən əziyyət çəkib, həmçinin bu xəstəlik barəsində məlumat toplayıb. Deməli, baxın, bəzi insanların ayağının bu hissəsində belə şişkinlik yaranır. Bu zaman CD turşusunun kristalları yığılmış olur, iltihablı oynaq əmələ gəlmiş olur. Bəzən bu xəstəliyin ümumiyyət adı Yunanca adının mənası ayaq üstə tələ deməkdir. Çox insanlar bu xəstəlikdən əziyyət çəkir, yəni mən çox insanlarda görmüşəm. Hətta bu böyrəklərlə də bağlı, yəni problemləri gətirib çıxarır. Ümumiyyətlə, yəni bu hissələri deyirəm ki, yaxşıca öyrənəsiniz, çünki bu hissələrdən sual düşmə ehtimalı böyükdür. Bu qədər. Bugünkü mövzumuz bu qədər. Növbəti mövzularda inşallah görüşmək diləyinə.